Mən bugün sizə baş ağrılarının müalicəsində istifadə olunan qom bloku prosedurundan danışacağım və onun görüntülərini sizinlə paylaşacağım. Qom bloku, yəni böyük oksipital sinirin radiofrekansla yandırılması, ağrı keçiriciliğinin susturulması proseduru sayılır. Hal-hazırki pasientimizdə uzun illərdir ki, boyun arxasından başlayaraq başa doğru yayılan ağrılardan şikayət edir. İllərlə də dərman preparatları heç bir fayda vermir və biz bu ağrının səbəbini dəqiqləşdirmək üçün hansı sinirin qıcıqlanmasından olduğunu müəyyən etmək üçün 2 test blokadası icra elədik. Birinci miofascial blok, hansı bundan ağrılarında 50% azalma oldu. İkinci isə qom blokunun testi, yəni sadə qısa müddəti blokadası. Bundan xəstə bir gün tam ağrısız olub, bu artıq bizim üçün keçərli sayılır və indi isə hal-hazırda radiofrekansla, xüsusi cihaz vasitəsilə həmin o siniri tapdıq, keçdiyi nöqtədən onun ağrı keçiricini susturmağa çalışırıq. İnşallah bu prosedur uzun müddət pasientimizə fayda verəcək. Bu blokada üsulu həmçinin bəzi insanlar arasında geniş yayılmış migren ağrılarının belə müalicəsində geniş istifadə olunan bir prosedurdur. Yəni siz də baş ağrılarına əziyyət çəkirsə, dərd eləməyin, buyurun gəlin, gözümüzdə yeriniz var. İstənilən ağrını susturmağa imkanımız var inşallah.